Selamünaleyküm dostlar. Quranda sağlam qalmaq üçün tövsiyələr. 1. Həddindən artıq yeməmək. Yeyin, için, lakin israf etməyin. Əraf surəsi 31-ci ayə. Bu ayə göstərir ki, sağlam qalmaq üçün çox yeməkdən və israfdan çəkinmək lazımdır. 2. Təmiz, faydalı və halal qida yemək. Quranda buyurulur: ey insanlar, yeryüzündə olanların halal və təmiz olanlarından yeyin. Bəqərə 168-ci ayə. Halal və təmiz qidalar bədənin sağlamlığı üçün əsasdır. 3. Spirtli içkilərdən uzaq olmaq. Quranda spirt və sərxoş edici maddələr qadağan edilir. Maidə 90-cı ayədə. Bu da beynin və bədənin sağlamlığının qorunması üçündür. 4. Təmizliyə riayət etmək. Quranda buyurulur: şübhəsiz ki, Allah tövbə edənləri və təmiz olanları sevir. Bəqərə 222-ci ayə. İslamda dəstəmaz və gigiyena sağlam həyatın bir hissəsidir. 5. Oruç tutmaq. Ramazan orucu haqqında Allah buyurur: oruç tutmağınız sizin üçün xeyirlidir. Bəqərə 184-cü ayə. Oruc bədəni təmizləyir, maddələr mübadiləsini tənzimləyir və iradəni gücləndirir. 6. Ruhi sakitlik və zikir. Quranda buyurulur: bilin ki, qəlblər Allahı zikr etməklə rahatlıq tapar. Rad surəsi 28-ci ayə. Ruhi rahatlıq stresi azaldır və insanın sağlamlığına müsbət təsir edir. 7. Təbiətdə gəzmək. De, yer üzündə gəzin, dolanın və Allahın necə yaratdığına bir baxın.